İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus Abiona Global Limited şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb. Yenavaz.com xəbər verir ki, Abiona Global Limited şirkəti ötən il 4681 funt sterling zərər edib. Məlumat üçün bildirək ki, Abiona Global Limited şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur. Nicat Mahmudov mətbuata verdiyi açıqlamada deyib ki, 2011-ci ildə Londonda Butal Lunch adlı restoran açıb. Onu da bildirək ki, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun qızı Günel Rüstəmovaya məxsus Günel Limited şirkətinin zərəri isə daha çox 6 milyon 185 min 751 funt sterling olub. 28 aprel 2005-ci ildə İngiltərədə qeydiyyatdan keçən Günel Limited şirkətinin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovun həyat yoldaşı Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə olub.